Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və ali Muhammed. Salam əziz və dəyərli Vilayət TV kanalının izləyiciləri, hər birinizi xoş gördük. Əqidə əsasları verilişində mən Fuad Alvadıdır. Keçən verilişlərimizdə əqidəyə çatmağın yolları haqqında dəyərli ustadımız məlumat verdi və onlar haqqında müəyyən həddə izah verdi. Bu verilişimizdə inşallah bu məsələnin davamını edəcəyik. Bu məsələnin məlumat verməsi üçün və izah etməsi üçün dəyərli ustadımız Hüccətül-İslam vəl-Müslimin Hacı Ağay Sayvəri verilişimizə dəvət etmişik. Salam ustad, hər vaxtınız xeyirli olsun, xoş gəlibsiniz. Aleykümselam və rəhmətullah. Mən də siz hörmətli cənaba, əziz tamaşaçılara salam ərz edirəm. Təşəkkür edirik ustad. Dəyərli ustadımız əqidəyə çatmağın yollarını və onun önəmi haqqında keçən verilişdə məlumat verdi. İstəyirik bu verilişdə də bu haqda zəhmət olmasa məlumat verəsiniz və bunun önəmini çatdırasınız. Bismillahirrahmanirrahim. Ud'u ila səbili rabbikə bil hikməti vəl mu'izzətil həsənə və cadilhum billəti hiyə əhsən. Geçmiş cələsədə ərz elədik, bir əqidə var, bir əqidəyə çatma yolları var. O uslubi ki, o uslubudan mən bir əqidəyə yetişirəm. O məntiqi ki, o məntiqlə mən inanca çatıram. Necə fəlsəfə var, məntiq var, əqidə və əqidənin məntiqi var. Bəli. Mən hansı yollarla, uslubunla yetişirəm buna? Quranda hər ikisi də yanaşılıbdır. Hər ikisi də Quranın mövzularındandır. Sağlam əqidələr nədir? Sübutu nədir? Əyri əqidələr nədir? Onun da sübutu nədir? Bu yanaşılıbdır. Məsələn, təvhid sağlam əqidədir, bu da sübutudur. Şirk əyri əqidədir, düz əqidə deyil, bu da sübutudur. Bəli. Və həmçinin sair əqidələr. Quran buna əqidə araşdırma sahəsində yanaşıbdır. Amma bundan mühim, bu yola niyə getdin? Bu əqidəyə niyə çatdın? Ayrı ifadə ilə ərz eləsəm, bir əqidə toplumu var. Çünki məsələn, mən inanıram Allah var, inanıram Peyğəmbər var. Peyğəmbərlər ardıcıl gəliblər, insanlara hidayət eləsinlər Allah tərəfindən. İnanıram qiyaməti var, insanın ruhu var, əbədidir və bu əqidələrdir. Bəli. Bir də yox. Mən bu yollara çatmışam bu sübutlara görə. Ağlım var, bir sırasını ağlıma görə qəbul eləmişəm. Ağl yetişib bir yerə ki, deyib, vəhyə ehtiyacım var, gərək vəhy ola, çünki Allahi var, Allah heç vaxt insanı öz başına buraxmaz. Oradan o yana da ağl bizi tapşırıb kimə? Vəhyə. Amma əvvəl ağl ilə getmişim. Bu bir üslubdur. Bir də bu yox, mən baxıram, insan nəyə tələsik qərar çıxardıram, tələsik hökmü çıxardıram, tələsik inanca yetişirəm. Nəyə güman edirəm, fəvri inanıram. Bunlar insanı inancın yollarıdır. Ayrı ifadə ilə desəm, inancdan qabaq bir sıra insanşünaslıq bəhsləri olmalıdır. Əqidə bəhsindən qabaq insana bəhs olmalıdır ki, insan nə cür özünü hazırlamalıdır ta sağlam əqidəyə yetişsin. Mən əgər zənnə qapılsam, əgər çurçuranə təqlidə qapılsam, əgər mən təəssüblə hökm eləsəm, əgər mən bir sıra səhv yollarla geçsəm, yetişərəm məqsədə, yetişərəm ayrı bir yerə. Ona görə mən bundan əvvəl kələ əqidə bəhs eləyəm, ondan əvvəl gələ insanşünaslıq bəhs eləyəm bu sahədə. Nələr insanın gözünə pərdədir? Bilirsiniz ki, insanın bəzən yolu görməz, bəzən yolu gedə bilməz. Hələ gedə bilməz bəhsin eləmirik. Gedə bilməz bəhsi qeydir əmələ, qeydir icraya ki, insan bəzən bildiyini əməl eləməz. Bəli. Vəli indisi yox, nə yollarla insan səhv düşüncəyə yetişər. Gözündə pərdələr olar.
Quranın bir əcib məntiqi var. Buyurur, fəkəşəfna ənkə qita'əkə fəbəsərokəl yevmə hadid. Buyurur ki, bunu mən ayəni dəqiq mənasını izah eləmək üçün sizə bir misal vurum. Buyurun. İnsan bəzən qarşısında bir kitab var, kitabı görməz. İki cəhət ola bilər. Ya kitabın üstünə bir dənə, məsələn, Bir şey örtər. örtük var, pərdə var. Ya insan gözünə pərdə qoyubdur. Kitabda pərdə ola bilər, insanın da pərdə ola bilər. Quranın sözü budur ki, aləmdə pərdə yoxdur. Fəkəşəfna ənkə qita'əkə. Sənin varlığında pərdə vardı. Səndən, özdə fəqət göz bəhsi də ya, fəkəşəfna ənkə qita'a bəsərəkə də ya. Sənin özünün varlığın, insan bəzən təəssüblü varlıq olar. İnsan bəzən ağlın işə salmaz, fəqət elə duyğu ilə qərar çıxadar. Bu varlığında pərdə var, haqqı görməyə. Bəli. Əmirül-Möminin Nəhcü Bəlağədə buyurur ki, hubbuş şey və boğz, bunlar hubbuş şeydə buyurur, boğzda bunu taid bir sıra hədislərdə. Çox bir şeyi sevmək, çox bir şeyə çiynəsi insanı kör eləyər. Kar eləyər. İnsan bir zada çox sevsə, həddindən çox, onun pisliğini görməz. Həddindən çox çiynəsi olsa, onun haqlığını, gözəlliyini görməz. Hubbuş şey və boğzuş şey. Bunlar pərdələrdir. Bəli. Bəzən insan bəhs budur ki, niyə əməl eləmir? Bəhs budur ki, niyə əslən səhvi görür? Niyə bu məsələyə görmür? Niyə ayrı inanca yetişdi? Çox maraqlı nöqtədir, bəli. Bu, Qur'anın uslubu biri budur ki, insan özünü qeysin, araşdırsın, əqidiyə çatma yollarını təmizləsin. Bəli. Ona görə Qur'an bir ayədə buyurur ki, Peyğəmbərlər gəliblər, yuəllimuhumul kitab və yuzakkihim. Peyğəmbərlər gəliblər sizə kitabı və hikməti öyrətsinlər, yuəllimuhumul kitabə və hikmə və yuzakkihim və sizləri neynəsinlər? Təskiyə və pak eləsinlər. Bir ayədə əksinə gəlibdir. Yuzakkihim və yuəllimuhumul kitabə və hikmə. Peyğəmbərlər gəliblər sizi təskiyə və pak eləsinlər və sizə hikmət və kitab öyrətsinlər. Təfsir aləmində bu bəhsidir ki, niyə bunlar bir dəfə təskiyə təlimdən əvvəldir, paklaşma öyrənmədən əvvəldir. Bir dəfə də öyrənmə paklaşmadan sonra gəlibdir. Yəni əvvəl bəzən gəlib yuzakkihim və yuəllimuhum, bəzən gəlib yuəllimuhum və yuzakkihim. Müxtəlif cavablar veriblər ki, istəmirəm bu ayənin təfsirini geniş ərz edəyəm. Bir cavab da budur ki, bəzən bilməğa pərdə var. Bilməkdən qabaq gərək bu pərdələr gedə. Mən gərək təəssübdən çıxam, çurçurana təqliddən çıxam, gümandan çıxam, gərək hisslərdən çıxasın. Hissilərdən istək, mübaliğə istəkdən, kindən çıxam. Bunlardan çıxsam görürəm həqiqəti. Ki, Quran buyurur, fəkəşəfna ənkə qita'əkə. Qiyamət günü səni belə eləyəcəm. Sən özün çıxmayacaqsan, mən bu pərdələri səndən çıxardacağam, ta görəsən həqiqət. Onda fəbəsərəkəl yevmə hadid. Daha iti görəsən, nüfuz eləyəsən, həqiqətin hamısını görəsən. İndi görənmirdin, təəssüb qoymurdu görəsən. Erq təəssübün var idi. Ayrı tayfa təəssübün var idi, millət təəssübün var idi. Bunlar görmür də insan haqqı görsün. Və s. Bu bəhs mühim bəhsidir. Bu cəhətdə ki, insan əqidə sağlamlaşmasından əvvəl gərək özünü təskiyə eləyə. Amma o yerdəki təlimdən sonradır. İnsan biləndən sonra əmələ də maneyi var, maqnitlər var, qoymaz geçsin. Bəs bəzi şeylər, pərdələr var, qoymaz görsün. Bəzi manevələr var, qoymaz geçsin.
pərdələr var ki, qoymaz görsün, o haman bəhsi əqidənin məntiqidir. Ki, nələrdən biz təmizlənməliyik, nələr maniədir biz haqqı görməməyə. Bəli, Ustad, dəyərli nöqtələrə toxundunuz, çox maraqlı və yeni bəhslər idi. Keçən verilişimizdə insanın əqidəyə çatmamışdan əvvəl ona mane olan məsələlərdən danışırdıq. Onlardan biri də ki, insanın hissə qapanması idi. Zəhmət olmasa bu haqda biraz məlumat verin. Baxın, insan bəzən çün məsələn bu familidir, o birisi yad adamdır. İxtilafları var. Biri yaddır, biri familidir. Əgər sağlam, neytral baxılmasa, həmişə kimin tərəfində duracaqdır? Öz qohumunun. Öz qohumunun. Yozacaqdır da. Ona haqq çıxardacaqdır. Bəli. Amma istəsə, bilsin burada haqq nədir, batil nədir, gərək bu hissi bu araşdırmada qoya kənara. Demirik insan familinə məhəbbət eləməməlidir. Məhəbbət bəhsi ayrıdır. Biz istəyirik burada haqqı bilək, batili bilək, əyri düzü bilək. İnsan familinə hörmət eləməlidir, məhəbbət eləməlidir, düyününü açmalıdır. Quran ona sili ərham adı deyir. Amma hissə qapılıb, ixtilaflarda o hiss ilə qərar çıxartmaq səbəb olar insan neynəsin? Səhv yola keçsin. Səhv yola Səhv əqidəyə sahib olsun. Məsələn, İslam tarixində Peyğəmbərin peyğəmbərliyini inanmamaq neçə amili var idi? Bu özü bir dənə, niyə bəzilər Peyğəmbərin peyğəmbərliyini inanmırdılar? Biri bu, hiç Peyğəmbərin əqidə gətirdiyi tövhid dəvətini bir sıra insanlar çor-çuranə təqlidlərinə görə öz əqidələrinə ziddi bilirdilər. O da cinə geçmiş eləsə dedi o. Bəli. Amma hamısı cüdə idi. Bəzi niyə Bəni Haşimdən peyğəmbər oldu? Bəzi təəssüb, tayfa təəssübuna görə peyğəmbəri danırdı. Bəli. Necə ki, soralar Əmirül-Möminini danmaq, biri elə bu idi. Ki, hətta bəzi adamlardan, peyğəmbərin dövründəki insanlardan belənci bir nəql tarix kitablarında var ki, ərəb qəbul eləməz həm xilafət, həm nübüvvət bir tayfadan ola. Yəni, peyğəmbərliklə imamlıq bir tayfadan ola, Bəni Haşimdən ola. Bir növ təəssüblə baxırdılar. Bir mənəvi dəyər kimi baxmırdılar ki, Allah seçibdir. Bəli. Deyirlər, niyə bunlar ikisi də Bəni Haşimdən olsun? Ona görə Əlinin imamətini inkar edirlər. Necə ki, Peyğəmbərin nübüvvətini inkar edirlər bu cəhətə görə. Pəs hissə qapılmaq səbəb olar insan neynəsin? Əqidəni səhv etsin və çaysın. Çox sağ olun, Ustad, dəyərli məlumatları bizə verdiyiniz üçün. Əziz tamaşaçılar, qısa bir aradan sonra inşallah yenidən sizinlə olacağıq. Bizi dəyərli Ustad Hüccətülislam və Müslimin Hacı Ağay Sayvəridir. Ustad, bu amillər ki, qeyd elədik ki, verilişimizin birinci hissəsində, bu amillərdən başqa da amillər varmı insan əqidəni seçməsində? Bəli, biz bu bir insanşünaslıq və psixoloji bəhsidir. Bəli, Ustad. Hətta şayət demək olar sosioloji də bəhsidir. Yəni, hər üçünün bəhsidir. Həm insanşünaslıq bəhsidir ki, insan nələrlə haqqı görməz, nələr pərd olar biləsinə. Fərdi şəkildə də ruhi cəhətdən də araşdırmaq olar, psixoloji baxışırdılar. Bir cəmiyyət nə cür haqqları görməz, bir cəmiyyətə nə cür pərdələr, çəkərlər, ayrı zadı görməz. Məsələn, bunları tarixdə də araşdırmaq olar. Nə cür insanları inandırırdılar bütpərəstliğə və bunlar qalırdılar. Bəli. Məsələn, Həzrət İbrahim dövründə nə cür olurdu? Həzrət İbrahim təhcə müvəhhid idi, təhcə tohiddə idi. Şəhərin hamısı bütpərəstliq idi. Bu cür yanaşdırmaq da olar ki, cəmiyyət açqısı ilə məsələyə baxmaq. Hər halda bunun amilləri çoxdur ki, birazın mən ərz elədim ki, birazın da ərz eləyəcəm. Biri bu oldu ki, insan çurçuranə təqlidlə
inanca yetişə. Bəli. İkinci oldu ki, Güman. gümanla məsələləri həll eləyə. Deyəm, mənə belə gəlir, pəs bu əqidə belədir. Üçüncü oldu təəssüb. İnsan təəssübuna görə bir zadı dana, təəssübuna görə bir zada inana. Bəli, ustad. Dördüncü amil ki, insan təəssübü biraz kənarında duyğu da qoymaq olar. Ki, o da bir təəssübə bağlı bir şeydir. Amma mümkündür təəssübdən də fərq eləyir. İnsan bir zadı çox sevə, bir zadı çox kinəsi ola. O da səbəb olar neynəsin? Həqiqəti görməsin. Həqiqəti görməsin və bir pərdədir varlığına, gözünə. Digər məsələ ki, bu sahədə var, o da budur ki, insan əqidə seçməkdə naqis cihazları qəbul eləyə, hər tərəfli cihazları qəbul eləməyə. Mən buna bir misal vurum. Bəli. İnsan istəyir bir sağlam bədən olsun. Gedir bədəninə test verir, yəni analiz eləyir. Əgər istəsə tam bilsin ki, bədənində sağlamlıq tam dərəcədə var, gərək müxtəlif sahələrdə analiz verə. Bəli. Qan analizi verə, nə analiz verə, müxtəlif analizlər verə bilə. Bu yox, bir yolundan istəyir bu neynəsin? Nəticəsi. Nəticəsi. Bir yolundan nəticə tutmaması. O yol fəqət bir sıra sahələri göstərir. Bəli. Ya məsələn bir ayrı misal vurum. Bir bina müxtəlif cəhətlərdə bu araşdırılmalıdır. Binanın kanalizasiya nədirdir? Binanın şünorları nədirdir? Binanın özünün materialları nədirdir? Müxtəlif cəhətlərdə. İnsan bir dana bir sahəli adam gətirə. Deyək ki, sən bu binanın eybilərin mənədir. Bəli. Bu hansı eybiləri deyəcək ancaq? Özünə məxsus olan. Özünə məxsus olan. Özünə sahəsinə aid olan. Daha ayrı sahələrə bu deyə bilməyəcəkdir. Sən gələsən, bu adamın dedikləri ilə deyəsən, bu 5 danadır eyb. Həqiqətdə sən naqis araşdırdın. Bu eyb 5 danadır o sahədə. Bəli. Bu ki, ayrı sahənin də adamı dəydi ki, bilməzdi ki. Bəli, usta. Əqidə məsələsində də belədir. Bizim həqiqətə çatmağa müxtəlif cihazlarımız var. Gərək bunu özü bir ayrıca cələsədə araşdıraq. Nə açqılar var, nə cihazlar var həqiqətə çatmağa. Bilaq aləmdə nə var, nə yoxdur. Bəli. Biri elmidir, təcrübə elmidir. Təcrübə elmi ilə bilirik ki, aləmdə ulduz var, ulduz yoxdur. Bilirik ki, galaktika nədir, insanda cihazlar nədir, maddi və lakin təcrübə elminin əsas bir dənə məhdudiyyəti var. O məhdudiyyəti nədir? O məhdudiyyəti maddiyə aid danışmaqdır. Məsələn, baxır, analiz eləyir, deyir, bu adam sağlamdır. Bu sağlamdır nə deməkdir? Yəni, mənim açqımda sağlamdır. Bəli. Mən ki, maddi cihazım var. Aya bu pəxildir, pəxil deyil. Çiynəlidir, çiynəli deyil. Bəli. Bu cihazlara, onun cihazı yoxdur, araşdırsın bunlar var ya yoxdur. Sahəsindən kənarda. Sahəsindən kənardır. Bəli. Bəzən biz əqidə aləmində belənki bir səhvədə düşmüşük. Hiss və təcrübəni ki, özünün sahəsi var, öz sahəsində işlədilsə müvəffəqdir. Gətirmişik, inanc sahəsində də işlətmişik. Deyirik, Allahı mən təcrübə eləmirəm, laboratordan keçitməyəm, pəs Allah yoxdur. Bunun mənası budur ki, hissi təcrübə düz deyil. Mənası budur ki, hissi təcrübəni ayrı yerdə işlətmişəm. Sahəsi o deyildi. Bəli. Bir sıra cihazlar var, o da inanc sahəsində dərdə dəyər. Onlardan biri ağlıdır. Ən böyüyü ağlıdır. İnsan fitrət də var. Fitrət də, insanın fitrəti də bəzi inancıları sübut elətdirə bilər. Amma fitrətdən daha böyük
və daha hamıya aydınlıq gətirən budur ki, insan ağl ilə də məsələni qəbul eləyə. Ağl bir zadı sübut eləyə, eyni halda ki, mən görmədim. Bəli. Ağl eləyə bilər, sübut eləsin. Ağl deyir ki, bu aləm olmaz, yox olsun əvvəli. Mən əvvəlini görməmişəm. Bu aləmin əvvəli nədir, mən bilmirəm. Amma yox olanmaz. Sifirdən bir olmaz. Bəli. Varlıq bir zaman yox idi, yox idi. Yoxdudan birdən var oldu. Bu olmaz. Əzəli bir varlıq var. Bunu hissu təcrübə deyənməz. Dərk edə bilməz. Aslında hissu təcrübəyə aid məsələ deyil. Bəli. Ona görə hətta materializmlər də burada öz məsələlərindən qıraq bir nəzəriyyə inanıblar. Eyni halda ki, cihazları yoxdur. Deyiblər, maddə əzəlidir. Çünki görüblər, əqliləri də bunu deyir, olmaz axı, bunun əvvəl hissad olmaya, sonra varlıq ola. Yoxluqdan yaranma mümkün deyil. Yoxluq varlığa çevrilməzsə, Bəli. gərək bir varlıq ola, varlığı özündən ola. Bu əqli deyir, ona görə bu xatirəçi ayrı əqidələrini düzəldə bilsinlər, deyiblər, maddə əzəlidir. Onu qeydəcək, sonra danışacaq, sonraki cələsələrdə. İndi sahə bu deyil. İndi bəhsim budur ki, bu hissu təcrübədən qıraq bir məsələdir. Əqli bu sözü deyir ki, əvvəl sifr olub, sonra var olmaz. Yox ki, biz gəlirik bir ilahiyyat, tohidi, İbrahimi dinlərdə deyirik ki, o varlıq ki, əvvəldir, o varlıq tamamı gözəl sifətlər ondadır. Bəli. O varlıq adına qoyuq Allah. Və ona sifətləri araşdırırıq, sübut edirik. Bəli. Amma bu ki, o varlıq olmalıdır, indi hələ sifətlər ayrı. Gərək bir varlıq ola ki, əvvəli olmaya, çün əgər tamamı varlıqların əvvəli olsa, sifrə yetişərik, sifridən varlıq olmaz, bunu ağl qətən dərk edir. Pəs biz həmişə hissinə əqidə tapanmarıq. Əslən, hiss bəzi əqidələrə sahəsi yoxdur. Ona görə belənci alimlərin və böyük ilahiyyatçıların belənci bir sözləri vardı ki, hissu təcrübə adətən inkar eləyənməz. İsbat eləyə bilər. Deyənməz yox. Bəli. Çün yoxluğu və yoxduğunu neyniyənmir? Təcrübə eləyənmir ki. Yox, yəni biz adı təcrübə eləyəsən, deyəsən yox. Yoxdur da təcrübəyə girməzsi. Çün təcrübəyə girsəydi, onlarda var da. Bəli. Ona görə təcrübə elminin bir məhdudiyyəti var. Məhdudiyyətlərindən biri maddədir, qeyri-maddi təcrübəyə girməz. İkincisi də yox deyənməz. Ol deyə bilər, var deyə bilər ki, bu vardır. Yoxdur, o təcrübə eləyənmir. Ona görə bu bəhs ki, mən hissinə də əqidə tapam, ona görə çoxlu yerlərdə çaşaram. Amma bu bəhsin yeri var, davam tapa ki, əql hansı yerlərdə dəyərdir və əqli sübutların mənası nədir? İnşallah sonraki cələsə. İnşallah Ustad, çox sağ olun, təşəkkür edirik verilişimizə gəldiyiniz üçün və dəyərli məlumatları bizə verdiyiniz üçün. Mən özüm şəxsən və bilirəm ki, dəyərli tamaşaçılar da bu mövzulardan çoxluca istifadə etdik. Sonda bir dua etmənizi istəyirik və bununla da sağlaşmaq istəyirik dəyərli tamaşaçılarımızla. Ən böyük neməti ki, Allah insana veribdir, o əqlidir. Allah bizə həmişə əqlimizi, əqlimizdən işlətməyi, istifadə eləməyin yolunu öyrətkinə. İlahi amin. Allahumma salli ala Muhammed və Muhammed. Bəli, əziz tamaşaçılar, bu günləri dəyərli ustadımızla maraqlı mövzulara toxunduq. İnşallah gələn verilişlərdə davam etmək ümidi ilə sizləri Allaha tapşırıram. Sağ olun, salamat qalın.